Əbdürrəhim bəy Haqverdiyev, Sarı Toyuq hekayə. Cavan Əhməd 10 sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu xeyli mehriban dolanmaqda idilər. Bu 10 sənənin müddətində bircə dəfə də olsun aralarında nə inciklik, nə də bir dürüst danışıq olmamışdır. Bunların bircə qəmləri var idi. Övladları olmurdu. Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi. Anası qızını neçə pirə və ocağa aparmışdı, 6 barmaq seyidi 50 manat verib dua yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi, mən oğlumu sonsuz qoya bilmərəm. Gedib ona döşü südlü arvad alacağam, bəlkə oğlumun övladı ola. Qızın anası da pirdən, ocaqlardan əl üzdükdən sonra bu əmrə razı olub dedi. Yaxşısı budur ki, Güləndam özü Əhmədi evlənməyə məcbur edə. Mən onunla danışaram və onu razı elərəm. Güləndam ərini özü evləndirdikdən sonra danışmağa haqqı olmayıb dinc və dinməz oturar və əri ilə də aralarında heç bir göftücü olmaz. Qızın anası necə ki demişdi, elə detdi. Axşam vaxtı Əhməd qulluqdan evə qaydanda əmisi qızında başqa halət gördü. Gözləri Zöhrə ulduzu tək parıldayırdı. Əmisi oğlu qapıdan daxil olan tək yürüb boynunu qucaqlayıb marça-març üzündən öpdü. Sonra başladı oynayaraq və gülərək masanın üstünə qab-qacaq düzməyə. Yemək vaxtı tez-tez ərinin üzünə baxıb gülüb başına aşağı salırdı. Əhməd indiyədək arvadında bu haləti görmədiyindən təəccüb edib mənasını anlamırdı. Əhməd nahar yeyib yatmaq otağına getdi. Amma hərçi çalışdısa da gözünə yuxu getmədi. Əmisi qızında gördüyü halət bir an onun gözü önündən getmirdi. Axşam çayında Güləndam Əhmədə dedi, Əhməd, sənə bir söz deyəcəyim. Əgər məni sevirsənsə, gərək yox deməyəsən. Əhməd cavabında, sənin bugünkü halətindən ürəyində bir söz olduğu aşkar görünürdü. Söylə görüb. Əmi oğlu, bizim evladımız yoxdur və mən də açıq görürəm ki, bu halət sənə təsir edir. Pəncərənin qabağında oturub küçə ilə məktəbə gedən uşaqları görəndə ah çəkirsən. Əhməd onun sözünü kəsdi. Sözün nədir? Açıq söylə. Yəni bunu demək istəyirsən ki, mən gedim sənin üstünə evlənim? Ay əmi oğlu, evlənəndə nə olar? Bir yaxşı balan olar. Axşama dək oynadaram. Sən mənim canım, izin ver gedim sənə bir yaxşı, məndən də gözəl bir gəlin gətirim. Əmi qızı, məgər danışmağa başına söhbət qəhətdir. Əvvəla 100 oğul qız qurban olsun sənin bir tükünə. İkincisi, mən ömrüm olanı səndən sivay bir qadına gözümün qulağı ilə də baxmayacağam. Bu barədə sən xatircəm ol. Üçüncüsü, bizim qanunumuz şura qanunudur. Bir kişi iki arvad ala bilməz. Başqa arvad almaq üçün gərək səni boşayam. Bunu da ki, yerlə göy bir-birini qovuşsa eləmərəm. Mən elə iş görərəm ki, şura hökumətinin xəbərdarlığı olmaz. Qulluqçu adı ilə gətirərsən evə, sonra da molla çağırarsan, gələr evdə xəlvətcə kəbinini kəsər, heç kəsin də xəbəri olmaz. Bu sözü danışdın, elə qoy burada qalsın. Sən özün deyirsən ki, məni canından artıq istəyirsən, amma mən sənə, sən mənim canım deyirəm, mənim sözümü yerə salırsan. Belə olan surətdə gəl əyri oturaq, düz danışaq. Tutalım ki, mən sənin sözünə baxıb evləndim. Molla da xəlvət gəlib kəbin kəsdi. Aya, ondan sonra sən davam gətirə bilərsənmi? Niyə davam gətirmərəm? Çox göyçək davam gətirərəm. Aldığın arvadı ana-bacı kimi istərəm. Ondan olan uşaqları öz balalarım kimi atıb tutarım. Əmi qızı, davam gətirə bilməzsən. Onda görünür ki, sən mənə hələ dürüst bələd olmayıbsan. Bələd olmağa ehtiyac yoxdur. Qadınların hamısı bir təbiətdə olarlar. Mən sən dediklərindən deyiləm. İndi deyirsən davam gətirərəm. Bəli, deyirəm. Xoş, mən səni imtihan edərəm. Görüm necə davam gətirəcəksən. Güləndamın dili danışırdısa da ürəyi nainə yarpağı kimi əsirdi. O fikir edirdi, tutaq əmi oğlum evləndi, bəlkə təzə gətirdiyi arvadı məndən çox istədi. Onda mən başımı haraya qoyaram? Çıxıb atam evinə gedərəmsə hamı mənə təni edər. Deyərlər 10 ilin arvadına nə oldu ki, birdən evini eşiyini buraxıb atası evinə getdi. Zəhər yeyib özümü öldürsəm daha bədtər. Yenə deyəcəklər, görəsən nə əməli var idi ki, xalqın üzünə baxmaqdan xəcalət çəkib özünü öldürdü. O biri gün səhər Əhməd durub evdən çıxanda Güləndam dedi, əmi oğlu sözüm sözdür, söz veribsən möhkəm dur. Baş üstə. Əhməd gedəndən sonra Güləndamın anası gəlib qızından xəbər aldı. Abala, ərinlə danışdınmı? Nə dedi? Çox danışıqdan sonra razı elədim. Çox gözəl, ancaq bala davamın olsun. Bircə il davam gətirsən, adət eləyəcəksən.
Anacan, niyə davam gətirmirəm? Tək onun övladı olsun. Övladsızlıq ona çox əsər edir. Mənim də ona baxanda ürəyim yanır. Axşam Əhməd evə qayıtdıqda gördü bir kişi əlində neçə toyuq tutub satır. Bunların içindən bir kök sarı toyuq seçib alıb evə gətirdi. Güləndam toyuğu görəndə xəbər aldı. Ay əmioğlu, bu toyuğu haradan aldın? Bu nə yaxşı kök toyuqdur. Əhməd cavabında, bu toyuq mənim təzə arvadımdır. Kəbini də kəstirmişəm. Bu saat mollanın evindən gəlirəm. Güləndamın rəngi qaçdı. Əhmədin üzünə kədərli baxıb dedi, mən sənə söz dedim, sən də mənim sözümü lağa qoyursan. Mən səninlə zarafat etmirdim. Ürək sözümü deyirdim. Heç mən də zarafat eləmirəm. Doğru söz deyirəm. Bu toyuğu apar, balaca otaqda bağla, altına da bir həsir sal. Güləndam üzünü kənara tutaraq, nə borcumdur, gətiribsən apar, özün necə bilirsən rahat elə. Əhməd ürəyində gülərək sarı toyuğu aparıb balaca otaqda altına bir parça həsir salıb bağladı. Sonra arvadının yanına gəlib xəbər aldı. Əmi qızı, düyü torbası haradadır? Yerini de, biraz düyü çıxardıb aparın, verim toyuq yesin. Yazıq azdır. Mən nə bilim düyü torbası hansı cəhənnəmdədir? Get dolaba axtar. Əhməd gülərək dolabdan bir ovuc düyü götürüb aparıb toyuğun qabağına atdı. Gecə yatmaq zamanı gələndə Güləndam Əhməddən xəbər aldı. Bu evdə yatacaqsan, yoxsa balaca otaqda? Balaca otaqda. Güləndam rəxti xab götürüb getdi balaca otağa, toyuğun yanından ötəndə ona bir təpik vurdu. Əhməd toyuğun cıvıltısını eşidib səsləndi. O toyuq niyə cığıldadı, ona nə elədin? Güləndam cavabında, mən nə bilim niyə cığıldadı, gəl üzün xəbər al. Mən ki toyuq dili bilmirəm. Ona güldən ağır söz deyərsən, ya bir əziyyət edərsən, aramızda inciklik olar. Güləndam otağa qayıdarkən gözünün yaşını sildiyini Əhməd görüb bir söz demədi. 10 sənənin müddətində onların aralarında belə danışıq olmamışdı. Əhməd gecə balaca otaqda yatdı. Güləndam isə gecəni sübhədək ağlayaraq keçirdi. Gecə tez-tez durub balaca otağın qapısından qulaq verib Əhmədin bərk yatdığını yəqin edib yenə yerinə qayıtdı. Əhməd sübh tezdən gördü Güləndam yoxdur. Ora-buranı arayıb çıxıb getdiyini bildi. Özü üçün çay tədarük edib içib getdi qulluğuna. Əhməd kooperativ dükanında bir keşiş idi. Güləndamın anası öz evində oturub çay içirdi. Birdən qapı açıldı. Güləndam hirsli daxil olub bir söz deməyərək əyləşdi. Anası xəbər aldı. Ay qız, bu tezliklə xeyirdirmi? Gözləri niyə belə qızarıbdır? Yoxsa Əhmədlə dalaşıbsan? Nə işin var dalaşım? Əhməd özlüyündə, mən də özlüyümdə. Axır yenə bir dürüst danış görüm nə var? Sən sözsüz deyilsən. Nə olacaq? Gecə gündüz məni dəng eləyib, ərini evləndir deyirdin. İndi odur. İtin birini gətirib məni başıma mindiribdir. Mənə də deyir, onun yanından ötərsən, vay sənin halına. 10 illik yoldaşını bir sarı itə dəyişibdir. Buna dözmək olar. Ay qız, sarı it nədir? Yoxsa sarı saçlı qız alıbdır? Bu əyyamın cavanlarında din yox, məzhəb yox, onlardan hər nə bədəməl desən baş verər. Vay məni başıma daş düşsün, mən məgər belə demişdim. Qızcığazımın günü qara olacaq. Qız dedi, hamısını sən elədin, dinc dinməz evimizin içində oturub dolanırdıq. İndi mən gəlmişəm, daha o evə qayıtmayacağam. Qoy sarı donuzun günü xoş keçsin. Anası dedi, qızım, yerindən oynama, bir neçə gün səbir elə görək nə olur. Dur gedək evinə, ərinə nahar hazırla. Təzə gəlin sənin qab-qazanının yerini bilmir. Axşam mən də gələrəm, görüm o kimin qızıdır, nəçidir. Ondan sonra nə lazımdır, elə edərik. Əgər ərin evində oturmaq sənə mümkün olmasa, nə etməlim? Gəlib ananın evində oturarsan. Hələlik yaxşı, bala. Dur, ged evinə. Mən o evə qayıtmayacağım. Bu saat buradan durub birbaş gedəcəyim Zaksa, ərizə verib boşanacağam. Mənim sözümə bax yaxşı, qızım, Zaks durur, sən durursan. Lazım olsa mən də səninlə bir yerdə Zaksa gedərəm. Dur, get. Bu günlük bir təhər davam elə, sabah hər iş düzələr. Güləndam anasının çox təkidindən sonra durub evinə getdi. Əhməd evə qayıdıb Güləndamı ağlayan görüb dedi. Əmi qızı, nə üçün ağlayırsan? Sən dedin evlə, mən də sənin sözünə baxdım. İndi bu ağlamağın mənası nədir? Heç ağlayıb eləmirəm. Gəl otur naharını elə. Nahardan qabaq qoy bir sarı toyuğun qarnını doyurum. Mən bilirəm sən ona bircə dənə düyü də verməyibsən. Əhməd dolabdan yenə dən götürüb, aparıb toyuğa verdi. Sonra toyuğun altındakı həsiri çıxarıb, çöldə təmizləyib gətirib altına saldı. Ondan sonra əlini yuyub, gəlib nahara əyləşdi. Arvadını səhər onu çaysız qoyub getdiyi haqqında bir söz demədi.
Nahar təzəcə qurtarmışdı. Güləndamın anası daxil oldu. Əhməd həmişəki kimi cəld qalxıb, "Ana, buyur, buyur" deyərək qaynanasına yer göstərdi. Güləndamın anası, "Ananın evi yıxılsın" dedi. "Mən dedim özüm gəlim sənə bir halal süd əmmişim, birini gətirim. Demədim get o küçədə gəzən sarı saçların birini gətir, mənim qızımın başına çıxardı." Anacan, sarı saç nədir? Necə sarı saç? Hardadır sarı saç? O, sən bilərsən haradadır, mən nə bilim. Digəl o sarı saçı sənə göstərim. Gör nə gözəldir. Səni inandırıram ki, sənin ürəyin olacaq. Onu gördükdən sonra məni məzəmmət etməyəcəksən. Bircə bu balaca otağa gəl. Bu sözlə qaynanasının qolundan tutub balaca otağa çəkib, küncdə bağlanmış sarı toyuğu göstərib dedi: "Aldığın bax anacan budur." Güləndamın anası toyuğu görüb acıqla giyəvinə: "Məni ağbirçək vaxtımda ələ salıb oynadırsan? Mənim qızım bu toyuğun üstündə səninlə dava çəkir? Məgər mənim qızım dəli divanədir? Anacan, özüm ölüm ki, alıb gətirdim budur. Çağır qızın özündən xəbər al." Bunu deyib Güləndamı səslədi. Güləndam içəri daxil olduqda anası xəbər aldı. "Ay qız, dediyi sarı saç haradadır?" "Sarı saç yoxdur, elə bu sarı toyuğu deyirəm. Doğrusu anacan, bu evdə ya mən oturacağam, ya sarı toyuq." Əhməd üzünü arvadına tutaraq dedi: "Əmi qızı, mən sənə deyəndə ki, evlənib başqa bir arvad gətirsəm, davam eləməyəcəksən. Deyirdin, çox gözəl davam edərəm. Mən də sənə sübut etmək üçün bu toyuğu gətirdim. İndi bil ki, sarı toyuğa davam gətirə bilməyən həqiqi arvada heç davam gətirə bilməz. Dur, biraz düyüyü, axşama plov bişir. Bu sarı toyuğu da onun başına qoyub ləzzətlə yeyək. Anan da bizdə qonaq qalsın. Əhməd bunu deyib sarı toyuğu mətbəxə aparıb başını kəsdi. Axşam arvad, qaynana şirin söhbət edərək toyuq plovu ləzzətlə yedilər. O gündən evlənmək məsələsi həmişəlik aradan qaldırıldı.